Salam, xoş gördük sizlər, hörmətli abituriyentlər. 9-cu dərsin izahına başlayırıq. Xəritədə rəqəmlərlə verilmiş dövlətlərə aid uyğunluğu müəyyən edin. Biz əvvəlcə vəsaitdə təyin etməliyik ki, bu ərazilər hansılardır? Şərti işarələrlə işarələnmiş birinci ərazi Qədim Roma ərazisidir. Vəsaitdə də biz bunu təyin etdik. Deməli, belədir ki, sizə mən keçən dəfə dedim, çəkmə işarəsi olan ərazi Qədim Roma ərazisidir. Bu belə. İkinci əraziyə baxaq. Bu ərazidə Qədim Yunanistandır. İndi biz bunlara uyğun variantları seçək. Maqneziya döyüşündə qələbə qazanmışdır. Bəli, Qədim Roma Respublikası qələbə qazanmışdır. Eramızdan əvvəl 190-cı ildə. 1-ə A. B. Makedoniya hökmdarı İskəndərin hücumuna məruz qalmışdır. Bunların heç biri Makedoniya İskəndərin hücumuna məruz qalmayıb. Deməli, 1 aiddir. 2 aid. B variantı aid deyil. Əhəməni dövlətinə qarşı mübarizə aparmışdır. Bəli, 2-də C-dir. Yunan şəhər dövlətləri birlikdə Əhəməni dövlətinə qarşı mübarizə aparmışdır. Sonra eramızdan əvvəl 5-ci əsrdə yoxsul vətəndaşlara bütün vəzifə tutmaq hüququ verildi. Bəli, bu da 2-yə aiddir. Bu Yunanistanda oldu Periklin dövründə. Eramızdan əvvəl 1-ci əsrdə vətəndaş müharibəsi baş vermişdir. Bəli, bu da Qədim Romada olmuşdur. Deməli, cavab 1-ə A, E, 2-yə də C, D.